Bakıda ən doyumlu kebab seti harda verilir sualına adı ən çox yazılan yerə getdim. Şəhərdə belə fərqli restoran olduğunu bilmirdim. Nədir fərqi? Bura setlər dünyasıymış. Təsəvvür eləyin, məkanda setlərlə bağlı ayrıca 50 səhifəlik menyu var. Burada bir nəfərdən tutmuş 10 nəfərə qədər hər cür qonaq sayına uyğun səhər menyusu və kebab setləri təklif olunur. Bu da bizim götürdüyümüz metrlik kebab seti. 5 nəfərlikdir. Nələr daxildir deyim. Hərəsindən 2 şiş olmaqla tikədir, lülədir, toyuq filedir, adanadır, ciyərdir, tərəvəz kebablarıdır. Yəni taxtada toplam 10 şiş kebab var. 5 məzə, kartof fri və 5 ədəd də içki. Qiyməti 59 manat 99 qəpik. Kebablarına gəlincə lülə və toyuq normal. Tikə isə gözlədiyimdən daha yaxşı idi. İnanın səmimiyyətimə, hələm-hələm kebabçı tikəni belə yumşaq bişirə bilmir. Hər yerdə ciyər yeməyən Ceyhunsa buranın ciyərini bəyəndi. Dediklərinə görə ət Bərdədən gəlir. Məkanın belə terrası və xudmani zalı var. Spirtli içki verilmir, ayrıca namaz otağı var. Bura Neftçilər metrosunun yaxınlığındakı filialıdır. Bir filialı da Nərmanovda yerləşir. Adını çox eşitmişdim, nəhayət dadını da gördüm. Dedikləri qədər varmış. Yaxşı yer kimi yadımda qalacaq. İzlədiyinizə görə təşəkkürlər. Salam aleykum, Allah sizi qorusun. Dostlar, kanalıma abunə olmağı və bol-bol şərhlər yazmağı unutmayın. İzlədiyinizə görə təşəkkürlər.